34 fəqərə olarsa. Aha, insan boyun fəqərəsinin sayı neçədir? 7-dir. İndi tapın faizini. 34 100% deyil, 7 neçə faizdir? Dən hesablayın. Tam çıxmır. Tam çıxmır. Təqribən deyir, özü də təqribən deyir neçə faizini təşkil edir. 700 bölünmüşdür. Yerinə nə yazılmalıdır? Daxili orqandır, əzəllərin işi iradədir. İndi bayaq nə dedim? İndi baxın. Mütür daxili orqan. Bəli, mütür daxili orqanda daxildə yerləşir. Faizlə görürük. Hüceyrə arası maddə sümük hüceyrələri. Demişdik, hüceyrə arası maddə neçə faiz təşkil edir? 2x. Hüceyrə arası maddə 3-də 2-sin, sümük hüceyrələri 3-də 1-in. İndi hüceyrə arası maddə 6 kiloqramdırsa, sümük hüceyrələri neçə? 5. 12. 5. Neçə kiloqram sümük hüceyrəsi olduğunu hesablayın. Tapdım. Aha, tapdın. Sonra da oradan yenə 3-də 1, 3-də 2 nisbətində tapırıq.